Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Vəfa Şərifova sosyal medya hesabında yeni açıklama verib. O Aysun İsmailovanın sosyal şəbəkə hesabında dostlarıyla paylaştığı açıklamadan sonra herkes onun o sözlerini Vəfa Şərifovaya ünvanladığını deyib. Vəfa Şərifova isə həmin videoya açıklama verib. Sözü gedən foto və videoları sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı, kanalımıza dəstək üçün abunə olmağı unutmayın. Oğlu kızı var, kardeş kızım. Dedim de var. Ben düzdün diye doğru. Değişmeyen de var. Kız kıza gelmişik restorana Meryem'le. Seni olmaz ama. Elə bugün ki mənim səhifəmdə para. Bizce kız kıza eğlenebilirik ha? Evet. Dostlarım, bağımız artıq aktivdir, YouTube'dadır. Vasif bəylə oxuduğumuz duet, qəmizələrini oxudur, artıq YouTube'dadır və icazəsi alınıb, icazəsi alınmamaq kimi bir mövzu yox idi, hörmətsizlik deyə bir şey də yox idi. Artıq aktivdir, YouTube'dadır, sadəcə ortada mərdimazarlar vardı, o mərdimazarlar yoxdur ortada, ona görə də rahatlıqla dinləyə bilərsiniz. Mahnımızı həll elədik, indi keçəcəm bir dənə mövzuya. Deməli, Aysun İsmailova haqqında danışmaq istəyirəm. Yazıq Aysun. Dost sözün ağzını ala bilmir, dostlar haqqında danışa bilmir, gileylənə bilmir. O dəqiqə altından yazırsınız hamınız mənim adımı. Bilmirəm, məni çox istədiyinizdən mi yazırsınız, yoxsa davalar üçün, söhbət üçün mü darıxmışsınız, ona görə mi yazırsınız? Amma bir şey qeyd eləmək istəyirəm ki, mən dostlarımı çox sevirəm. Ola bilər ki, gec-gec görüşürəm. Gec-gec görüşmək bu demək deyil ki, bitti dostluq, artıq nə bilim, nəysə də başqa yerlərə yozmaq lazım deyil. Mən heç bir zaman çörək kəsdiyim insan haqqında o sözləri heç vaxt işlətmərəm. Onu mənə yaraşdırmamalısınız. Çünki əgər xain idisə, paxıl idisə, qısqanc idisə, başqa-başqa şəxsi həyatını müzakirəyə qoyub başqa cür danışa bilərəmsə, demək ki, mən yaxşı dost olmamışam. Qarşımdakı yox, mən yaxşı dost olmamışam. Düzdür, bizim Aysun'la heç vaxt aramızda inciklik olmuyor. Yəni söhbətimiz heç vaxt olmayıb, Allah'a şükür. Bu günə qədər uzun müddətli bizim dostluğumuz var, amma ola da bilər, yəni bir gün nə vaxtsa bəlkə ola da bilər incikliyimiz, amma olarsa belə bəzi dostlarımdan olub ki, küsdüyüm, incidiyim anlar olub, amma o anda da mən onun şəxsiyyətinə, xarakterinə, nə bilim, həyatına, yəni heç vaxt bir söz deməmişəm. Sadəcə mənimlə olan nədirsə məsələsi, sadəcə onu dilimə gətirmişəm. Yəni normalda da belə olmalıdır. Çünki əgər o dost pis insan idisə, niyə ondan dostluq eləyirdin, adama bu sualı verərlər. Və mən buna normal baxmıram. Məndən bu şeyi heç vaxt gözləməyin. Ünsiyyətim, əlaqəm kəsilsə belə, yenə də bir insanın haqqında aşağı yuxarı, irəli geri belə danışmaram heç vaxtı. Şəxsiyyətini ortaya qoymaram. Nə bilim, qısqancdı, qurtdudu, odur, budur. Yəni mən bəli, beləcə storim kəsildi. Sözüm yarımçıq qaldı. Neysə ki, məndən bu şeyləri gözləməyin. Bu mənim xarakterimdə yoxdur. Mən bir oğlaq qadınıyımdır. Özümə də, mənim qarşımdakı insanlara olan hörmətim əslində özümə olan hörmətimdir, özümə olan sevgimdir. Əgər mən dəyərsizəmsə, qarşımdakı dostluq elədiyim dəyərsizdir. Mənim dostlarım çox dəyərlidir, çox əzizdir. Mənim həyatımda olan, gələn, keçən zamanda dostluq elədiyim, bugün dostluq elədiyim hər kəs mənim üçün çox əzizdir, çox dəyərlidir. Heç vaxt heç birinin arxasından danışmamışam, danışmaram da. Hələ şarlarıma baxmır.